Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün sizə Azərbaycanda da geniş yayılmış çox faydalı bir meyvədən nar ağacı haqqında danışacağam. Nar Punica granatum adlanır latınca. Qışa qədər və zəngin mədəni irsə malik bir ağacdır. Aydın rəngli çiçəkləri olan ağac formasında kiçik orta ölçülü 6-9 saat gün ışığı tələb edən bir kiçicik ağacdır. 100 qram aril dar nənəsinin çəkisidir. Tərkibində 83 kilojol, 4 qram zulal, 4 qram lif, vitamin C, K, folet və kalium sağlamlıq üçün faydaları yararlıdır. Güclü antioksidant, plikanlegen və polifenollar sayəsində hüceyrələri azad radikallardan qoruyur. İltihab əleyhinə təsir göstərir. Xroniki iltihabın azalmasına kömək edir. Ürək xəstəliyi və diabet riskini azaldır. Ürək-damar xəstəlikləri üçün faydalıdır. Təzyiqi normallaşdırır. Xolesterolu təmizləyir və damar elastikliyini dəstəkləyir. Qəbəzlik və həzm problemlərini həll edir. Lif sayəsində bağırsaq hərəkətlərini yaxşılaşdırır. Dəri sağlamlığı üçün əlverişlidir. İçərisindəki vitamin C və antioksidantlar sayəsində kollagen istehsalını stimullaşdırır, dərini yaşlanmadan qoruyur. UV təsirlərinə müsbət təsir göstərir və onu müdafiə edir. Beyin funksiyalarını aktivləşdirir, yaddaşı gücləndirir, nevro iltihabların qarşısını alır və Alzheimer xəstəliyinin qarşısını alır. Antibakterial və antiviral xüsusiyyətləri vardır. Ağız sağlamlığını dəstəkləyir. Bakteriya viruslara qarşı təsir göstərir. Yaddaş və testosteron kişi sağlamlığı üçün faydaları vardır. Sperm keyfiyyətini yaxşılaşdırır. Ekoloji və kənd təsərrüfatına müsbət təsir göstərir. Eroziyaya qarşı mübarizə aparır. Mikroiqlimi balanslaşdırır. Toz və qazları azaldır. Arıçılıq üçün gətirdiyi dəstəkdə vardır. Çəkilən nektar alaraq arılar üçün resurs yaradır. Evdə yetişdirmək faydaları da müsbətdir. Estetik və görünüş sayəsində bağ və həyətə gözəllik qatır. Ekonomik cəhətdən marketdə almağa ehtiyac yoxdur. Bağçılıq fəaliyyəti üçün faydalıdır. Məşğulluq yaradır, stresi azaltmağa köməkdir. Mədəni folklor rolları da mövcuddur. Azərbaycan folklorunda nar bolluq və sağlamlıq simvoludur. Ailə bərəkəti, birliyi, sevginin ifadəçisidir. Nəticə olaraq deyə bilərik ki, nar ağacı yalnız ləzzətli dənələr gətirir, həm də sağlamlıq üçün ekosistemə və mədəniyyətə böyük töhfə verir. Videomuzu bəyəndinizsə, like atmağı və paylaşmağı, kanala qoşulmağı unutmayın. Abunə olun.